Bunlar mövzusundan sualdır. İki məhlul birinə qaçanda. O sizə diaqnoz öyrətmişdim. Əgər kütləsi M1 olan omega 1 kütlə payı omega 1 olan bir məhlulla kütləsi M2 olan kütlə payı omega 2 olan məhlul qarışdırıb omega 3 alırsansa, bunları belə çarpaz nə edirdik bir-birindən? Sıxırdıq. M1 bölünsün M2 nisbətini biz nə edirdik? Tapırdıq. İndi burada bizdə omega 2 omega 1-dən böyükdür. Yəni bu böyükdür, kiçikdir. Məsələn, deyək ki, bu 50%li bir məhluldur, bu deyək 10%li məhluldur. Bunları qatıb mən məsələn 30%li məhlul almaq istəyirəm və yaxud da 20%li məhlul almaq istəyirəm. Burada nə edirdik? Böyükdən kiçik çıxırdıq da. Deməli, əgər omega 2 omega 1-dən böyüksə, avtomatik omega 3-dən də böyükdür. Çünki aranı alacaqsan. O zaman bura olacaq omega 2 çıx omega 3. Bura nə olacaq? 3 çıx 1. Bizə M1 bölü M2-ni istəyir də. M1-imizə nəyə uyğun gəldi? Omega 2 çıx omega 3-ə. Bəs M2-miz nəyə uyğun gəldi? Omega 3 çıx omega 1-ə. Bunun buna nisbəti, bunun buna nisbətidir. Burada harada görürəm bu nisbəti mən? Y variantında.